Kəsə salam dəyərli YouTube izləyicilərim. Baxın sizə günlərin PUBG Mobile-ın 3.7 güncəlləməsi ilə Rondon keşfi haritası ilə qarşınızdayım. İndi incələyək görək nələr var. İlk öncə girək bura. Bu bildiyiniz kimi etkinlikdir, etkinlik dükkanı. Burada həmişə kimi belə şeylərdir. Bir dənə çərçivə yeniləmələr gəlib. Orada başarı yerləri qalıb. Ən vacibi buradır. Bura girək nə var. Akademiya ödülləri, etkinlik dükkanı, zirvə savaşlarından olan yer. Buranı da gətirirlər, qəşəng yerə. Bu silah da qəşəng silah, M4 silah. Bunun kimi şey oynuyorsa yəqin yığıb ala bilər. Sonra buradan belə bir şeylər də gəlib paltarlar. Buradan çıxaq girək. Xəritəmiz belədir gördüyünüz kimi. Levikdir, sonra herhangi yerdə bir də şey üçün gəlib. Miraman. Buradan gedirik yavaş-yavaş. Bu Mighty Quantic da dəyişib. Mighty Quantic nədir? 50% indirim. Özel indirim 50%. 15 tane aldığımız şey amblem olur 5 tane. Qəşəng. Burada istədiyimiz kimi amblemimiz indi bizim yoxdur, biz də alarıq. Ən önəmlisi bizdə kask almaq lazımdır. Bir də ki şarjiyatlı belə bir şey. Silahlarımız da həmişə kimi yeni aşağı, bir dənə maşın alıb, bir dənə belə bir şey endirim. Qəşəng. Amma bu amblemi buradan da alsaq, bilmirəm indi nə qədər verəcək, onu gəliş edərəm. Amblem azda, 13 dənə buradadır. 12 kilo pasını da gördüyünüz kimi qabaqcadan eləmişəm. Ön sifariş vermişəm, gələcək. Belə bir şeyimiz var. Başarım puanı. Mən eləmişəm indi birin, onu sizə göstərim. Baxın bir dənə zəhmət olmasa, indi o səsə fikir verməyin, quşun səsidir. Belə bir öncə kəşfi var. Belə bir şey var. Yəni gördüyünüz kimi belə drip ustası var. Drip ustası gəlib. Belə bir şey gəlib. Gördüyünüz kimi Rondo kəşfidir nədir, elə bir şey gəlib da onu bilmirəm. Heç videomuz bura qədər. Kanala abunə olmayı unutmayın. Təşəkkürlər.